Bu 7 əlaməti uşaqda görsəniz, bilin ki, sevgi boşluğu yaşayır. 1. Hər kiçik şeydən ötürü hirslənir, qışqırır. 2. Tez-tez deyir, ana bax, ata bax. 3. Qəribə hərəkətlərlə diqqətinizi çəkməyə ya da sizi güldürməyə çalışır. 4. Ən sadə işlərini də deyir ki, sən mənim üçün elə. 5. Dalbadal suallar verir ya da bir sualı təkrarlayır. 6. Acığınız gələn işləri görüb sizi əsəbləşdirməyə çalışır. 7. Səbəbsiz yerə sizə yapışır, ağlayır, deyir oyun oynayaq. Nə qədər oynayırsınızsa da yenə xeyri yoxdur. Bütün bunlar göstərir ki, uşağınızın sizə ehtiyacı var. Ancaq bunu dillə deyə bilmir və bu növ davranışlarla sizə göstərir. Deyə bilərsiniz ki, mən ona bu qədər pul xərcləyirəm. Dərsinə, kursuna, gəzməyinə, geyiminə. Amma dostlar, siz onlara maşın da alsanız, ev də alsanız, sizin məhəbbətinizə, sevginizə, onlarla keçirdiyiniz vaxta ehtiyacları var. Lazım deyil ki, saatlarla vaxt ayırasınız. Sadəcə hər gün 15-20 dəqiqə övladlarınıza vaxt ayırın. Yəni telefona baxmadan, televizora baxmadan sadəcə onlarla söhbət eləyin, danışın, gülün, əylənin, amma tövsiyə verməyin, nəsihət verməyin. Onlara toxunun, onları qucaqlayın.